Very cool level people. Dubai deyəndə elə bilirsiniz, ilk olaraq hər yerdə hündür göydələnlər, möhtəşəm küçələr var. Xeyr, Dubai'nin görünməyən, arxada qalan bax belə yerləri də var. Hansı ki, burada yerli əhali tapmazsan, burada yaşayanların əksəriyyəti ya Pakistanlıdır, da Hindistanlıdır, o da yaşamaq deyilərsə, çünki burada kiraya qala bilməyən gəlmələr də var. Gəlirlər az olduğu üçün əksəriyyəti elə küçələrdə yıxılıb yadır. Bəzi qidaların ölkəmizdən də ucuz, elektronikanın isə dəyər-dəyməzdən satıldığı adı kimi köhnə qalan köhnə Dubai deyir. Burada əsasən Asiya və Afrika bölgəsinin vətəndaşlarına rast gəlmək mümkündür. İllərlə yaxşı işlərdə çalışanların ev almaq arzularında belə yoxdur. Deməli, bura köhnə Dubai'dir. Köhnə Dubai olsa da qiymətləri heç də sizə ucuz gəlməsin. Arkada gördüyünüz bu tip binalarda qalmaq, gecələmək, kirayə tutmaq 4000 dirhəmdir. 4000 dirhəm də heç də az pul deyil. Bizim pulla 1800-1900 manatdır. Bu tip evləri də ancaq köhnə Dubai'də biznes sahibi olan adamlar kirayə eləyə bilərlər. Bangladeşdən, Pakistandan və digər ölkələrdən olan işçilər isə məcburiyyətdən hətta küçələrdə belə günlərini keçirdirlər. İlk dəfədir ki, özümdən hündür olmayan adamla danışıram. Əksər hallarda mənim problemim də bu. Özüm bilirsən ki, boy məsələsi. Where are you from? Pakistan. Where Pakistan? Yeah, What's your job in here in Dubai? Job, I am advertisement like Giftland, other shop. You are a blogger? Yeah, I am also blogger. Arts blogger. Yeah, also. How's the life in Dubai, in old Dubai? Life Dubai very good, very beautiful. Come to Dubai and Azerbaijan, checking in Pakistan. Pakistan is very beautiful country, very beautiful place, and very cool level people.